Sən məni hara gətirmisən? Bu nə gözəllik, bu nə möhtəşəm yaşıllıq. Deyir, burada heç danışmağa ehtiyac yoxdur. Oksigen. Quşların səsi var da burada. İnan adamın ruhunu sakitləşdirir. Bəli. Heç məni qışqırmağa qoymur. Qoymur ha burada insanın sinirləri sakit olur. Bura futbol meydançasıdır. İnan ağaçlara baxdıqca sakitlik gəlir. Mən qışqırmağa heyim yox. Futbol kimi buradan istifadə elənilir. Turan. 8 sotun içindədir, paket kupçadır. 8-in də kupçası var. Savalanda, Davud Marketin düz yanında. Marşrut xəttinə bir 100 metr deyim sənə. Bəli, heç 100 metr yoxdur. 100 metr olmaz. Dostlar, onu qeyd eləyək ki, qətinəm olmayan yerdir. Buralarda əsl yaşamalı yerdir valla. Bax, 1 qram burada nəm kimsə problem görsə, yəni bu evi hədiyyə eləyər ev sahibi. Yəni qətinəm olmayan ən gözəl yerdir. Davudun yanında kimdən maraqlansaz deyəcək. Bu arxa istiqaməti belə yoldur. Bağda bir sıra, mən deyərdim ki, bəlkə olmayan meyvə ağacı yoxdur. Hər cürə meyvə ağacı, hər cürə ağac. Elə bil o rayonda ki, girirsən, bağda azırsan, eynən. Burada o cür nədir? Evimiz də 2 mərtəbə. Deyirəm, Allah yaradıb, əlhəmdülillah. Bəli. Bu evə torpağın pulunu çıxandan sonra evə görə 25 min manat pul istəyir. Sən, öldürəcəm səni. Yox, indi izah eləyəcəm. 25 minə satılmır. Əsl qiyməti, dostlar, 185 min manat. mindir. Qoymadın deyəm. 68 sot torpağı vuranda 20 minə 160 mindir. Yox, müştərilərə qiymət opşu maraqlıdır. Hə, opşu 185 min. Ay, sağ ol. Dostlar, yığırlar ki, 25 minə. 25 minə bir belə bağ olar. Heç bir sot torpağın puludur. Bax, belə gözəl bağı bağçası var. Düz qarşısına qədər asfaltdır, qazı, işığı, suyu ən ideal bir məhəllədə yerləşir. Yəni, bura nəm olmayan, problem olmayan bir ərazidir. Bax, həqiqətən ərazi çox önəmlidir. Bax, maşını saxlayırsan, girən kimi sol tərəfdə sanitar qovşağıdır, həyətdə. Sonra daxil olaq. Bu cam balkonu çox gözəl fikirləşiblər, yaşıllığa doğru. Əsl botanika bağlarına oxşadır. Buralar da açılır. Özdəki isti poldan ibarətdir. Qışda istiliyib var. Bəli. Gördüyünüz kimi isti poldur. Belə gözəl mətbəxdir, cam balkonudur. Mətbəxtidir. Gəl. Bu nə gözəllikdir, maşallah. Demək, burada dostlar, sanitar qovşağı birinci mərtəbədə 2 dənədir. Bir dənə buranı götürüm. Dostlar, bura belə gördüyünüz kimi qonaq otağıdır. 2 dənə qonaq otağı var evin. Burada da belə yataqdır. Yataq otağı. Ayrı-ayrılıqda sanitar qovşaqlarıdır. Burada dostlar, bir dənə də belə hazırdır. Kapital remontdur. Burada paltar yumaq üçün yeri var. Burada qladovka kimi də əşyaları qoymağa. Yuxarıda da 4 dənə yataq otağı var. Ümumiyyətlə evdə 5 dənə yataq otağı var, 2 dənə qonaq otağı var. Bir də mətbəxdir, 3 dənə də sanitar qovşağı var. Bu mansarda o qədər izolyasiya olunub ki, dostlar. Bax, burada heç kondisionerdən istifadə olunmur. Təsəvvür o qədər izolyasiyası güclüdür. Çox gözəldir. Bəli, burada da belə əşyalarımızı qoymaq üçün qardırovu da var. Bu yansın, o birində çək. Hə, növbəti də burada bir otaq var. Qiyməti bayaqları izah elədik. Paket kupçadır. Torpağın qiyməti burada 20 mindən vursan 160 mindir. Valla 20 minə yoxdur. Yəni bu əraziyə gəlin ofislərdən. Yəni evlə torpaq bir yerdə dostlar. Həqiqətən cəhbot qiymətə satılır. Yəni bu ərazidə 20 minə bir sot torpaq tapa bilməzsiniz. Tapsaz biz alarıq. Opşu qiymət 185 min 8 sotda. 8-in də kupçası var. Paket kupçadır. Alıb bölüb torpağı sata da bilərsiniz o tərəfdən. Kimə maraqlı olsa 756 00 47 tələsin. Takib atıb, rəy yazma inşallah.